Ya Allah, salam aleykum, hər vaxtınız xeyir olsun. Bugün 14 fevral 2026-cı il Salyan rayonu Qaraçala qəsəbəsindəyik. Qeyd edirəm ki, ötən videolarda əgər baxmısınızsa 6 oktyabr tarixində 2025-ci il daha doğrusu bu istixanada 100 ədəd Yarazədən firmasının ölkəmizə rəsmi nümayəndəsi olan Alfa Seeds MMC-nin təqdim etdiyi Rudvet F1 pomidor çeşidi sınaq məqsədilə əkilmişdi və hal-hazırda da nəticəsini sizinlə paylaşmağa gəlmişik. Qeyd edək ki, təəssüf ki, gəlib gördüyümüzdə bütün istixana sarı qıvırcıq virusuna tutulmuşdu. Ötən videomuzda da bu barədə məlumat vermişdik və bu cərgə sona qədər Rudvet F1, amma arxa tərəfi və ön tərəfi isə tamam başqa bir çeşidlərdir. İstərdim ki, bu çeşidləri sizə göstərim xəstəlik baxımından. Yəni, sarı qıvırcıq virusuna artıq tutulub, inkişaf dayanıb. Demək olar ki, gedib zirvəyə çata bilmir. Amma həm də ki, istərdim bir şey nəzərə çalaq. Deməli, bunun üzərindəki məhsuldarlıq demək olar ki, hadisə 2-3 salxım dərilib, tutaq ki, 4, 5, 6, bu 7-cidə artıq tozlaya bilmir. Amma Rudvetdə istəyirəm ki, sayaq, sağ olsun. 1, 2, 3, 4, 5, 6, 7 və burada 8-ci salxımı görürsünüz və təpəsi də tam inkişafdadır. Heç bir xəstəlik əlaməti hiss olunmur. Ön və arxa tərəfi, istərdim arxa tərəfi də göstərək. Arxa tərəfdə də xəstəlik olmasına rəğmən, təbii ki, bu başqa bir çeşiddir. Demək olar ki, çeşidlər yaxındır, sarı qıvırcıq virusu daha doğrusu. Amma heç bir xəstəlik əlaməti Rudvetdə hiss olunmur. Və bizim əsas məqsədimiz bu toxumu ölkəyə gətirdiyimiz zaman əsas məqsəd oydu ki, sarı qıvırcıq virusuna dayanıqlı bir çeşid gətirək və çox şükür ki, müsbət bir nəticə aldıq. Ondan əlavə biraz da pomidorun özü barədə məlumat vermək istəyirəm sizə. Məhsulun meyvəsinin çəkisi 160-220 qram arasıdır. Təbii ki, bu aqrotexniki qulluqdan asılı olaraq dəyişə bilir. Meyvələri bəkdir, rəf ömrü uzundur, daşınmaya yararlıdır, rəngi al-qırmızıdır və gördüyünüz kimi istixana xəstəlik doludur deyə artıq istixana sahibi o güclü aqrotexniki qulluğu eləmir. Amma bu zəif şəraitdə məhsulun inkişafı mən deyərdim ki, göz qabağındadır. Ola bilər ki, yarpaqlarında biraz saralma, qızarma hiss eləyə bilərsiniz. Bu da ki, qida əksiliğinin nəticəsidir, başqa bir şey deyil. Əsas təpə sağlamdır, inkişaf qaydasındadır. Çiçəkləri rahat meyvəyə çevirə bilir və hələ də çiçəkləməyə davam edir. Burada gördüyünüz kimi çiçəklər də var. Və hətta mən istərdim ki, bir ədədini də kəsib içini sizə göstərir və rəngi barədə qeyd edeyim ki, burada videolarda rəngini açıq görürsünüz. Sadəcə məhsul tez-tez yığılır deyə al-qırmızı rəngdə pomidor üzərində yoxdur. Və bir ədədini kəsib içindəki bəli. Əsas məsələ odur ki, rəngi al-qırmızıdır və istədiyimiz nəticəni bizə verdi. Və bir ədədini kəsmək istəyirəm ki, içi ilə sizi tanış edeyim. Düzdür, al-qırmızı pomidor tapa bilməsəm də. Misal üçün bir dənə bunu kəsək. Birisi qabaqda var, o da bir. Aha, bəli. Gedək qabağa. Bu salxım öncə qırılıb düşür. Qırılıbsan da heç başqası. Buna dəyməyək, üzərindən kəsək birini. Deyə bunu kəsək. Bu balacanı kəsək. Bir də əsas məsələ pomidorun ləkəyidir ki, bazarın istədiyi ləkək tam belə bir ləkəkdir. Uzundur, gözə gəlimlidir, tam bazarın istəyinə uyğundur və pomidoru əllə rahat şəkildə qıra bilirsiniz, heç bir problem yaşanmır. Yəni bu hissə qopmur, belə deyim. Ondan əlavə kəsək içini sizə göstərək. Kameralar gördüyünüz kimi içi tam doludur, heç bir boşluq hiss olunmur və gördüyünüz kimi rənginin ağ olmağı da qeyd etdiyim kimi məhsul tam yetişmədiyinə görə rəngi ağdır.